Abdurrahmanov bu kitab bizə milli yaddaşın, tarixi şüurun, milli məhcurənin inkişafına və gələcək nəslə ötürülməsinə böyük kömək göstərəcək. Və düzdür, mən çıxışların sırasında bəlkə də əcəlcəm, amma müəllim yəqinlərdən uzun müddət şərh qəzetində çalışmışam və qəzet buraxmışam. Bir qəzet buraxmaq üçün gün ərzində ən az 200 səhifə məsələ oxumalısan ki, planqovkada olsun. Deməli, hər bir materialı oxuyanda mənim üçün materialın orijinallığı olmayan ibarət olur ki, bu material cümlə, bu ümumiyyətlə mətn yeni bir fikrə, yeni bir ideyaya açır, yoxsa açmır. Əlbəttə, Salatın xanımın səhvlərində aydın olur ki, ümumiyyətlə, məndə bir fikir formalaşdı. Burada müəllim də qeyd etdi ki, o şəhidlərimiz torpağa bürünürlər. Bir fikir formalaşdı ki, ümumiyyətlə, belədir, torpaq insanı udarsa, o qəbir olur. İnsan torpağı udanlar, artıq şəhid olur. Doğrudan da bizim şəhidlərimiz sözün həqiqi mənasında o torpağı udaraq, həm torpaqlarımız fiziki olaraq udaraq, həm də mənəvi olaraq o torpaqlarımız uzular. Və Mehmet Akif Ersoy İstiqlal Marşında belə bir bənd var, bastığın yerlərə torpaq yerə keçmətanı, düşün altında minlərcə kəfənsiz yatanı, sən şəhid olursan, vermə dünyaları alsan da bu cənnət vətəni. Doğrudan da bizim şəhidlərimiz qan tökərək, qan alaraq, can verərək, can alaraq, bu Qarabağ kimi cənnəti Azərbaycan xalqına, xalqımıza ərmağan edib özləri cənnətin qoynuna köçdülər, cənnətin qoynuna köçürdülər. Və Xəlil Rza Ulutürkün şeirindən bir bənd var. Köhnə şəlalələr dağdan atlanır, şəlalə dağları mərd olardır. Yıldırım buludun, tufan dənizin, cəsarət kişinin istedadıdır. Doğrudan da bizim şəhidlərimiz, baxmayaraq ki, onlar yaşları az idi, yəni cəsarət yaşdan asıl deyil, təhsildən bahsedilir, bu genetik kodlarla xarakterdir, bir nəsnədir. Onlar öz cəsarətlərini, istedadlarını, cəsarətlərini istedada çevirərək məhz Qarabağın o gözəl məkanı, o gözəl yurdu bizə ərmağan etdilər. Deməli, mənim qonşum Azad şəhidin olmuşdu, deməli, antiterror əməliyyatları zamanı. Və onun gənc oğlandır, gənc oğlandır, onun xanımı ilə yazışmasını necəsə sosial şəbəkələrdə paylaşılmışdı. Xanımı yazmışdı ki, bəs bu yazıb ki, biz artıq gedirik döyüşə. Xanımı yazıb ki, yəni sənsiz mən nə edərəm? Bu da yazmışdı, bərk ol. Mən sənə güvənirəm, möhkəm ol. Və doğrudan da Vaqif Sələvoğlu'nun şeirində var, sevgilim mən öləndə bir gün üstə qısın, ağlayacaqsanmı sən, de kimin xarabasında bir damla yaşa dönüb düşəcəyim gözümdən. Kədər buradadır, yəni ədəbiyyat burada yaranır. Məhz o xanımları düşünmək lazımdır ki, bizim şəhidlərimizin anaları, şəhidlərimizin xanımları, sonradan həmin o xanım ki var idi, şəhid həyat yoldaşına yazırdı ki, sənsiz mən nə edərəm? O xanım həyat yoldaşının hərbi ünlüdür, geyilib, çiynini, zərif çiynini ağır cənazənin altına verib, həyat yoldaşını mənzilinə, son mənzilə qədər uğurlamışdır. Yəni, bax, doğrudan da biz həm də belə xanımlara borçluyuq və bizim deməli, ilk Azərbaycanın xanım xalq şairəsinin ibadətdə də var, şeirində bir bənd var, orada qeyd edir ki, elə qadınlar getirir vətən, günahdır onlara kişi deməsən. Məsələ burada söhbət cinsel kişilikdən deyil, məndən kişilikdən gedir. Mən şəhid anamız buradadır, elə bax ona da həmin Azərbaycan xalqının yetişdirdiyi, bax, həmin o kişi dediyimiz xanım budur. Salatın xanım, bir daha sizə təşəkkür edirəm bu kitab üçün. İnanıram ki, bu kitab Azərbaycan gəncliyinin milli ruhunu, tarixi yaddaşını daim diri və duru saxlamasına böyük töhfə verir. Var olun. Sağ olun.